Heç vaxt etmərəm deyirdim, amma necə deyərlər, never say never. Ekrana yaxın oturun. Leonardo da Vinci'nin sonuncu şam yeməyi əsəri haqqında danışırıq. Xüsusilə qeyd etməliyəm ki, bu əsər haqqında çoxlu fikirlər mövcuddur. Ona görə də rəyləriniz vacib. Başlayaq. Tabloya hansı küncdən baxsaq, İsa'nın alnı tam ortada dayanır. Bu əsər İsa'nın sabah aranızdan biri mənə xəyanət edəcək dediyi anı təsvir edir. İsa'nın mərkəzdəki bu üçbucaq görüntüsü Trinity'yə, yəni ata, oğul və müqəddəs ruha işarə edir. Burada Thomasın barmağını görürük. Çünki İsa diriləndə onun real olduğuna inanır və İsa Thomasdan barmağını onun yarasına vurmağını istəyir. Halbuki İncildə qeyd edilmişdir. Mənim dirildiyimi görmədən inananlar daha xoşbəxt olacaqlar. Sağındakı şəxsin isə bir qadın olduğu düşünülür, amma böyük ehtimalla o Leonardo'nun bir çox başqa tablolarında istifadə etdiyi ən yaxın tələbəsi Salaydır ki, onu da John kimi təsvir edir. Salay da necə deyərlər, bir qız gözəlliyi var idi. Burada isə Yehuda əlində pul olan kisə və önündə dağılmış duz qabı var. Qərb ikonografiyasında bu xəyanət demək. Onun arxasında isə əlində bıçaq olan Petrus bilinenin əksinə məqsədi xəyanət etmək deyil. Hətta İsa'nı tutmağa gələnlərə qarşı çıxan, onları yaralayan və bu hadisədən sonra Yehudanın da həyatına son qoyan sadiq bir həvari idi. Sonuncu şam yeməyi haqqında nəzərinizə çatdırmaq istədiklərim bu qədər idi. Sizin də fikirləriniz varsa mütləq ki bildirin.